Dünən Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasına təyin etdiyi yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların yeni icra başlarını qəbul edib və Prezident çıxışında həm məmurlara sərt xəbərdarlıq eləyib, həm də ciddi tənqid edib bəzi məmurları. Artıq Azərbaycanda yeni kadr islahatlarına başlanıldı deyə bilərəm. Əvvəlcə istəyirəm bu barədə danışaq, sonra Prezidentin kimlərə xəbərdarlıq etdiyi ilə bağlı biz öz fikirlərimizi tamaşaçılarımıza bölüşək. Bizdə bir deyim var da, qızım sənə deyim, gəlinim sən eşit. Əslində qalanda dünən cənab Prezident o yeni təyin etdiyi səlahiyyətliləri qəbul edərkən bunu etdi. Yəni, müəyyən adamlar var, nazirlər olsun, icra başçıları olsun, ayrı-ayrı vəzifə sahibləri olsun. Hətta yeri gələndə düzdür, indi parlamentin işinə prezident qarışa bilmir, bu seçkili orqandır. Yəni, başqa bir hakimiyyət qoludur. Amma orada da bəzi adamlara mənə elə gəlir ki, bunlar xəbərdarlıqdır. Həddini bil, yerini bil, sözünü bil. Ondan savayı da sənə göstərilən etimadı doğruldu. Bax, bu Naxçıvanda məsələn səlahiyyətli nümayəndənin dəyişməsi. Yeri gəlmişkən, burada maraqlı bir nüansı tutdum mən. Siz bu məsələ ilə uzun müddətli məşğul idiniz. Yəni, mən dəfələrlə görmüşəm ki, həm efirdən danışmışsınız, həm sosial media paylaşımlarınızda ki, həyəcan təbili çalırdınız. Orada ciddi problem var. Və təbiidir, Naxçıvanın içini yaxşı bilən birisi kimi, orada kifayət qədər əlaqələri olan birisi kimi. Misal üçün, mən heç vaxt Naxçıvan haqqında o qədər danışa bilmərəm. Çünki əlaqələrim yox, içini bilmirəm və s. Amma Naxçıvan mənim doğulub, böyüdüyüm torpaqda. Üstəlik orada uzun müddət işləmişsiniz. Hər kəsi də kontaktlarım var, əlaqələrim var. Yəni, siz bunları danışırdınız. Hətta bəzi adamlar, mən eşitirdim ki, sizə irad da tuturdular ki, prezidentin təyin etdiyi adamdır, niyə onu tənqid edirsiniz filan. Amma mən sizə bir şey xatırlatmaq istəyirəm. Birini qoyub, birini deyək də. Cənab Prezident bir dəfə bunu demişik sizdən efirdə. Bir dəfə bizimlə görüşdə, Zoğulbada, yəni iqamətgahda açıq bir mətinlə dedi ki, siz tənqid edin, o əgər əskiyi üzə çıxarın, çünki məmurlar məni aldadır. Yalan məlumatlar verirlər, hər şeyi örtbasdır etməyə çalışırlar. Yəni, siz əslində Prezidentin o çağırışına əməl edirdiniz. Ki, görürdünüz ki, burada əgər əskiklər var, onları dilə gətirirdiniz. Təəssüf ki, sizin kimi qiymətləndirə bilmir də. Və işin yaxşı tərəfi odur ki, bax, cənab Prezident bu cür müstəqil media adamlarının o tənqidlərini əməlli başlı yaxından izləyir və nəzərə alır və araşdırır və görür ki, haqlıdır bu deyilənlər. Haqlıdırsa nə etməliyik? Tədbir görməliyik. Dünənləri Naxçıvanda xüsusi nümayəndənin dəyişilməsi bundan qaynaqlanır. Düşünürəm ki, bunda sizin də çox böyük töhfəniz var. Mən sizi təbrik edirəm. Niyə? Ona görə ki, bax, medianın gücü budur, rolu budur. Yeri budur cəmiyyətdə. Media nədir? Media cəmiyyəti mikroblardan təmizləyən bir orqandır. Siz o mikroblardan təmizliyə böyük bir töhfə vermiş olsanız. Biz obyektiv, şəffaf informasiya işimizi aparmışıq. Qərəz yoxdur. Olduğu kimi demişik, heç kimə qərəzli yanaşmamışıq. Səsləndirdiyimiz fikirlər, dediyimiz faktlar tam təsdiqini tapıb, heç kimə böhtan atmamışıq. Zaman da göstərir ki, biz haqlıyıq. Və üstə gəl də, işin yaxşı tərəfi odur ki, siz prezidentin o vəzifəli şəxslərə verdiyi tapşırıqların yerinə yetirilməsi üçün çalışmışsınız. Ki, adamlara xatırlatmışsınız ki, cənab prezident səni bura təyin edəndə bu etimadı göstərib, sənə bu tapşırıqları verib. Niyə unuttun? O etimada niyə zərbə vurursan? Dünən də cənab prezident bu yeni təyin olunanlarla bağlı görüşdə orada onları dedi. Yəni, etimad göstərir, yüksək etimaddır. Birbaşa prezidentin təyinatı ilə sən bir bölgəyə rəhbər gedirsən. Səlahiyyətli nümayəndə olsun, istər icra hakimiyyətinin başçısı olsun. Rayon rəhbərisən. O regionun rəhbərisən sən. Yəni, prezidentin adamısan orada. Bəli. Birbaşa nümayəndəsən. İcra başçıları da prezidentin nümayəndəsidir, səlahiyyətli nümayəndəsi prezidentin nümayəndəsidir. Bu prezident sənə bu etimadı göstərirsə, bu səlahiyyəti verirsə, sənin də vicdanın olacaq, şəxsiyyətin olacaq, mənliyin olacaq ki, gedib orada o cür dünyaya səs salmış liderin adına layiq işləyəcəksən. Bəli. İlham Əliyev elə-belə lider deyil, elə-belə prezident deyil. Bu günləri dünyanın bir nömrəli prezidenti Donald Trump onunla hesablaşır. Sən bunu sadəcə bir Azərbaycan prezidenti kimi qəbul etmə. Bu dünya liderlərindən biridir və belə bir lider sənə etimad göstərirsə, toy bayram etməlisən.
əlindən gələni etməlisən ki, o etimada layiq olasan. Doğrudasan, bəli. Bəlkə də bəzən təyin olunanların hamısı o etimada yüksək səviyyədə bəlkə də heç layiq deyil. Amma sənə şans verilib. Özünü sübut elə. Göstər özünü.